Bismillahirrahmanirrahim. Və mən indehu ilmul kitab. Möminlərin əmiri Həzrəti Əli əleyhissalam Quran-ı Kərimin ilminə tam sahibdir. Biz bugünkü söhbətimizdə bu ayə barəsində Şiə və Əhl-i-Sünnə alimlərinin nəzərlərinə diqqət edəcəyik. Quran-ı Kərim bu barədə belə buyurur: Və yəqulullezine kəfəru ləstə mursələn. Kafir olanlar Peyğəmbərə dedilər: Sən Allahın rəsulu deyilsən. Qul kəfə billahi şəhidən beyni və beynəkum və mə indehu ilmul kitab. Allah buyurdu: Ya Peyğəmbər, onlara denən, mənimlə sizin aranızda Allahın və həmçinin kitab elminə malik olan şəxsin şəhadəti kifayətdir. Allahın rəsulu bu barədə belə buyurur: Zəki əxi Ali ibn Əbi Talib əleyhissalam. Bu ayədə olan məqsəd qardaşım Həzrəti Əli ibn Əbu Talibdir. Şiə alimləri hamılıqla bu ayə barəsində nəzər bildirmişdirlər ki, Peyğəmbər zamanında bu ayənin bariz nümunəsi Həzrəti İmam Əli əleyhissalamdır. Və o həzrətdən sonra bu ayənin bariz nümunələri 12 məsum imamlardır. Amma bu ayə barəsində Əhl-i-Sünnə alimlərinin nəzərinə gəldikdə isə bəzi Əhl-i-Sünnə alimləri vardır ki, bu ayənin bariz nümunəsini Şiələr kimi Əmir əl-Müminin Həzrəti Əli ibn Əbu Talibi bilirlər. Böyük Əhl-i-Sünnə alimlərindən olan Hakim Həsqani öz kitabında İbn Abbas və Muhammed Hənəfiyyədən hədis nəql edərək bildirir ki, bu ayənin bariz nümunəsi Əli əleyhissalamdır. Əhl-i-Sünnə mənbələrindən nəql olunan hədis belədir: An İbn Abbas və Muhammed Hənəfiyyə fi qavlihi ta'ala və mən indehu ilmul kitab qalə huvə Ali ibn Əbi Talib əleyhissalam. İbn Abbas və Muhammed Hənəfiyyə bildirirlər ki, bu ayənin bariz nümunəsi Həzrəti Əli ibn Əbu Talib əleyhissalamdır. Düzdür, bəzi Əhl-i-Sünnə müfəssirləri də vardır ki, bu ayə barəsində digər nümunələr də qeyd etmişdirlər ki, onların da heç bir elmi əsası olmadıqları üçün biz burada onları qeyd etmirik. Sonra burada bizə məlum olur ki, Şiə və Əhl-i-Sünnə müfəssirlərinin, alimlərinin nəzərlərinə əsasən bu ayənin bariz nümunəsi Həzrəti İmam Əli əleyhissalamdır. Allahı and verirəm, öz böyüklüyünə bizləri möminlərin əmirinin vilayətində sabit qədəm olanlardan qərar versin.